Allah özünü öldürür bəndəsi üçün. Hər ibadət belə deyil. Hər yaxşı iş belə deyil. Mələklər içində fəxr edir, deyir, mənim üçün nədənsə keçib bu. Axı, nədənsə keçmək yüksək qiymətləndirilir, qurban vermək. Bu da nədənsə keçib. Keçib də mənim üçün keçib, yeməyindən keçib, içməyindən keçib. Bu keçmək var ya, Allah üçün keçmək. Allahın çox xoşu gəlir. Ona görə də mələklərin içində fəxr edir. Mələklərə deyir, misal üçün deyir, siz yeyə bilmirsiniz, yemirsiniz. Bu, yemək imkanı ola, hansısa ehtiyacları var, o da indi sizin kimi oldu, mələkləşib. Halbuki sizdən bir fərqi var ki, o eləyə bilər, eləmir. Siz heç eləyə bilməzsiniz. Sizin ehtiyacınız yoxdur. Mələklər ağıldan ibarətdilər. Etməməkləri də hörmətlidirlər, zatən hörmətlidirlər, amma hörməti qazanmayıblar özləri. Amma insan onlara örnək göstərdi, bu ki, sənin kimi deyil, bu yeyə bilər, yemir. Bu içə bilər, içmir. Bu səninlə eynidir, amma nədənsə keçib gəlib belə olub. Deməli, bu səndən yüksəkdir, səndən